Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlər üçün Azərbaycan dilindən say mövzusuna aid sualların izahlarını paylaşacağam. Əgər videolarımızdan istifadə edirsinizsə, faydalana bilirsinizsə, kanalımıza abunə olmağı unutmayın. 2 dəqiqəlik vaxtınızı alacaq abunə olmaq, çünki həftə ərzində davamlı olaraq həm müəllimlər üçün, həm şagirdlər üçün videolar paylaşılır. Siz də abunə olaraq faydalana bilərsiniz. Eyni zamanda bizim dərslərimizlə maraqlanmaq istəyənlər bu hissədə gördüyünüz 055 418 8202 telefon nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Gəlin, vaxt itirmədən keçək sualların izahına. İlk sualımızın şərtinə baxırıq. Hansı sayı müstəqil cümlə üzvü deyil? 10-cular qalib gələndə Lətif müəllim çox sevindi. Burada sayı tapırıq əvvəlcə. Say hansıdır? 10-cular sözüdür. Baxın bu hissədə. Deməli, bu sözün kökü 10. 10 sayından 10-cu sıra sayı əmələ gəlir. Nə etdi? Sevindi. Kim? Lətif müəllim. Lətif müəllim nə zaman sevindi? 10-cular qalib gələndə. Burada anda əndə fe'li bağlama şəkilçisi ilə say fe'li bağlama tərkibinə aid olur. Yəni müstəqil cümlə üzvü olmur. Bu cümlədə sıra sayı var. Sıra sayı 10-cular qalib gələndə anda əndə fe'li bağlamaya aiddir. Say var amma müstəqil üzv deyil. Deməli, A bəndi bizim uyğun cavabımızdır. B bəndinə baxırıq. Deyir ki, axırıncı diqqətlə mənə qulaq asdı. Gəlin bu hissəni təmizləyək. Nə etdi? Qulaq asdı. Kim? Axırıncı. Axırıncı sözünün kökü axır. Axır sözündən axırıncı sıra sayı əmələ gəlir. Yəni, sıra sayı var və cümlədən müstəqil üzvdür, mübtədadır. Ona görə B bəndi uyğun gəlmir. Bir çox qəsəbə sakinləri yeni məktəbin açılışını gözləyirdilər. Burada bir çox saydı, qeyri-müəyyən miqdar saydı. Nə edirdilər? Gözləyirdilər. Kim? Qəsəbə sakinləri. Hansı qəsəbə sakinləri? Burada bir çox sözü olacaq müstəqil cümlə üzvü kimi təyin. Yəni, biz bir çox qəsəbə sakinlərini bütöv mübtəda götürə bilmərik. Mübtəda ikinci növ isim birləşməsidir burada. Hansı qəsəbə sakinləri? Bir çox. Yəni, burada say var və say müstəqil üzvdür, təyindir. D bəndinə baxırıq. Bu işin birincisi, yəni bu hissəni təmizləyim. Bu işin birincisi mənə dəxli yoxdur. Baxın, birincisindən həm əvvəl, həm sonra vergül var. Bu o deməkdir ki, birincisi modal söz mövqeyində iştirak eləyir. Ona görə mən bunu heç say götürə bilmərəm. Bu nümunədə say yoxdur. Sinif rəhbəri 5-ciləri həyətdə qarşıladı. 5-ci sözü 5 sayından 5-ci sıra sayı əmələ gəlir. Nə etdi? Qarşıladı. Kim? Sinif rəhbəri. Kimi? 5-ciləri. 5-ciləri müstəqil tamamlıqdır. Yəni, bu cümlədə say var və müstəqil cümlə üzvüdür, tamamlıqdır. Ona görə yeni də götürə bilmirəm. Doğru cavabımız A variantı. Say var, amma müstəqil üzv deyil. Fe'li bağlama tərkibinin aslı tərəfindədir. Davam eləyək, gəlin ikinci sualımızdan. Hansı nümunədə kökü sayla amonim olan, sayla amonim olan söz işlənmişdir? Onun qayğıları getdikcə azalırdı. Burada kökü azdır. Az sözü saydı, yoxsa azmaq fe'lidir. Bunu müəyyənləşdirmək üçün ona qoşulan al şəkilçisinə baxıram. Al əl şəkilçisidir. Məsələn, genəlmək. Məsələn, daralmaq. Baxın, burada əl şəkilçisi gen sifətinə, al şəkilçisi dar sifətinə qoşuldu. Yəni, al əl şəkilçisi sifətə artırılan şəkilçidir. Sifətə, yəni adlara. Burada azmaq yox, az sayı ola bilər. Kökü sayla amonim olsun. Az sayı sayla amonim ola bilər, yoxsa azmaq fe'li ilə? Təbii ki, fe'llə amonim ola bilər. Ona görə də az sayını mən az başqa bir sayı ilə amonim götürə bilmərəm. Bir uyğun deyil. Küçədə azan uşaqlar soyuqdan donmuşdur. Burada baxın, azan, azmaq fe'lidir və an burada fe'li sifətin şəkilçisidir. İndi azmaq fe'li az sayı ilə amonimdirmi? Bəli, amonimdir. Kökü sayla amonimdir. Doğrudur. Avtobusa minəndə qəfil yıxıldı. Baxın, minmək sözün köküdür, anda fe'li bağlama. Yəni, bu minmək fe'lidir. Minmək fe'li min sayı ilə amonimdirmi? Bəli, amonimdir. 3 doğrudur. Hamımız yumruq kimi birləşməliyik. Baxın, sözün kökü birdir. Bir özü burada saydır. Bir sayı başqa hansı sayla amonim ola bilər? Heç biri ilə. Ona görə mən bunu doğru götürə bilmərəm. Etdiyim yaxşılıq sənə azdır. Yenə sözün kökü az sayıdır. Az sayı hər hansı bir sayla amonim ola bilməz. Yəni biz fərqli bir söz
fərqli bir nitq hissəsi axtarırıq ki, onu sayla anonim edək. Bu da sadəcə ikinci və üçüncü cümlələrdə olacaq. Düzgün cavabımız olacaq burada B variantı. Davam edirik növbəti sualdan. Üçüncü sual. Üçüncü suala keçmədən öncə bir daha xatırladıram ki, bizim dərslərimizlə maraqlanan müəllimlər 055 418 8202 ekranın bu hissəsində gördüyünüz telefon nömrəsi ilə bizə yazıb maraqlana bilərsiniz. Təkcə hər həftənin bir günü mətnlərin canlı yayımı olur bizim müəllimlər üçün olan dərslərimizdə. Tam ətraflı yazıb öyrənin. Keçək üçüncü suala. Klasteri tamamlayan. Deməli, burada birinci fikir verilib, burada ikinci fikir verilib. Və bir şərt var. Yerinə görə həm say, həm də zərf kimi düşünülə bilir. Bu klaster tipi ən çox qarışdırılan, səhv yazılan klaster tiplərindən biridir. Bizə verilən şərt, baxın, bu şərtə görə biz əvvəla birinci fikri tapmalıyıq. Birinci fikrə görə ikinci fikri. Gəlin sırayla gedək. Deməli, A, B, C, C, D, E, F variantları verilib bizə. Və bu variantlara baxanda baxıram ki, az, bir neçə, onda 3 dənə nümunə var. Və 3 dənə də, daha 4 dənə də fikir var. Deməli, ilk növbədə nümunələrə baxmalıyım mən. Yerinə görə həm say, həm də zərf kimi düşünülə bilən az sözü yerinə görə həm say, həm zərf ola bilərmi? Məsələn, az kitab saydır, az danış zərfdir. Yəni, birə A uyğun gəlir. Həm say, həm də zərf ola bilir. Sonra bir neçəyə baxaq. Bir neçə kitab say olur. Bir neçə zərf ola bilərmi bəs? Bir neçə danışdım, bir neçə gördüm, bir neçə yeridim. Baxın, bir neçənin yanına hansı feili qoyursunuz, qoyun uyğun gəlməyəcək. Çünki bir neçə zərf ola bilmir. Ona görə B avtomatik olaraq silinir. Onda sözü həm say ola bilər, 10 sayı 10-da, 9-da, 8-də, 7-də. Eyni zamanda o zaman mənasında zərf olar. Onda biz cavan edik. Nə vaxt zaman zərfi kimi ola bilər. Deməli, C bəndi eyni zamanda 1-ə də aiddir. 1 A, C götürmək olar. Sonra, əşyanın qeyri-müəyyən miqdarını bildirir deyir. İndi mən 1-ə uyğun, eyni zamanda az və ondaya uyğun digər bəndləri müəyyənləşdirməliyəm. Əşyanın qeyri-müəyyən miqdarını, baxın, az sayı, A ilə C-ni götürmüşəm axı. A azdır, C ondadır, düzdür? Biri 10 sayı götürülür, birini az. Qeyri-müəyyən miqdar deyir. Az qeyri-müəyyən miqdar saydır, 10 isə müəyyən miqdar saydır. Axı qeyri-müəyyən bu fikrə uyğun gəlməz 10 sayına görə. Ona görə C-ni götürə bilmirəm. Ədatla işlənə bilir. Az və onda ədatla işlənə bilərmi? Məsələn, ən az deyə bilərəm. Onda, məsələn, yalnız onda 10 sayında deyək də, 10-da, 9-da, 8-də, yalnız 10-da gələ bilərəm. Yəni, saat 10-da, yalnız 9-da gələ bilərəm. Bu məqamda ola bilər, ədat olsun. Yəni, biz bu fikri götürə bilərik, ədatla işlənə bilər. Deməli, mən 2-yə yaza bilərəm D bəndini. Mürəkkəb sözün tərkibində işlənə bilərmi bəs az sözü? Məsələn, bir az işlənə bilər. Onda sözü bəs mürəkkəb sözün tərkibində işlənə bilərmi? Məsələn, 110, 1010, 110 rəqəmləri necə yazılır? 110. 110-da deyə bilərəm. Demək ki, Y variantı da uyğun gəlir. Hərəkətin zamanını bildirə bilər. Onda sözü hərəkətin zamanını ifadə edə bilsə də, az sözü heç bir məqamda zaman ifadə eləməz. Ona görə Y bəndini də, F bəndini də heç birini aid eləyə bilmirəm. Sadəcə uyğun olacaq 1-ə AC, 2-yə DY. 1 AC, baxın aşağıdakı varianta D bəndinə. 1 AC, 2 DY uyğun cavabımız olacaq D variantı. Davam eləyək növbəti sualımızdan. 4. Bir sıra sayı aşağıdakı sözlərdən hansının miqdarını bildirə bilməz. Sözlər məqsədli şəkildə başlanğıc formada verilmişdir. Biz artıq bilməliyik ki, bir çox və bir sıra qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər yalnız cəmdə olmalıdır. Əgər miqdarını bildirə bilməz deyirsə, demək mən onu cəmləndirə bilmərəm. Baxaq, bir sıra müəllimliklər olarmı? Təbii ki, olmaz. Çünki sənət peşə bildirən isimlər cəmlənə bilməz. Müəllimliklər, həkimliklər demək olmaz. Bir sıra ictimaiyyətlər deyə bilərəmmi? Xeyr, ictimaiyyət toplu ismi cəmlənə bilməyən toplu isimdir. Bir sıra qocalar deyə bilərəmmi? Əlbəttə ki, deyə bilərəm.
Bir sıra əhalilər deyə bilərəmmi? Xeyr, əhali eyni zamanda cəmlənə bilməyən toplu isimdir. Bir sıra kitablar deyə bilərəmmi? Bəli, bilərəm. Deməli, 3 ilə 5 uyğun gəlir. Yəni, bir sıra qocalar, bir sıra kitablar deyib əşyanın miqdarını ifadə eləmək olar. Amma müəllimlik, ictimaiyyət və əhali sözləri cəmlənə bilmədiyinə görə onların miqdarını bildirə bilməz. Cavab olacaq 1, 2, 4 C variantı. Davam eləyək sonuncu sualımızdan. Uyğunluğu müəyyənləşdirin. Baxaq. Sayı verir, sayın fonetik xüsusiyyətlərini verir və hökm verir. Hökm Y, D, Y. Y yanlış deməkdir. D isə doğru deməkdir. Baxaq. 20. 6 hərf 6 səsdən ibarətdir. Tamamilə doğrudur. Çox vaxt soruşurlar ki, müəllim, 20 kimi tələffüz olunur. Xeyr, biz 20 demirik. Elə 20 deyirik. Necə yazılırsa o formada tələffüz olunur. Bu fikir doğru fikirdir. Baxın, qarşısında nə yazılıb? Y, yəni yanlış. Deməli, burada uyğunluq pozuldu. Qarşısına çıx qoyuram. 11 sözü tələffüzü olacaq bu sözün 11 bitişik formada. 11 tələffüz olunur. Deyir ki, N samitinin kar qarşılığı yoxdur. Baxın, görün, bu sözün tələffüzündə heç N samiti varmı? Yoxdur. Deməli, bu yanlış fikirdir. Qarşısında nə yazılıb? Yanlış. Deməli, bu uyğundur. 4 sözünün tələffüzü olacaq 4 formasında. Deyir ki, 3 cingiltili samit işlənib. D cingiltili, R cingiltili, T kar. Bu səhv fikirdir. 2 cingiltili, 1 kar var. Yəni, bu yanlış fikirdir. Qarşısında nə yazılıb? Doğru yazılıb. Deməli, uyğunsuzdur. Xeyli ilk hecası ikinci hecasına nisbətən qüvvətli deyilir. Xeyli vurğu düşür əvvələ, yəni ilk hecasına düşür. Bu tamamilə doğru fikirdir. Qarşısında nə yazılıb? Doğru. Deməli, bu uyğundur. Deməli, yanlışın qarşısındakı yanlış, doğrunun qarşısındakı doğru mənim uyğun fikirlərimdir. Şərt də uyğunluğu istəyir. Uyğunluğu istədiyinə görə doğru cavabımız olacaq 2 və 4 C variantı bu hissədədir. Əgər uyğunsuzluğu istəsəydi, siz çıx qoyduqlarımızı götürəcəkdiniz. Baxın, bu tipli testləri işləyərkən də özünüzü çaşdırmayın. Ən çox qarışdırılan test tiplərindən biridir. Sən əvvəla verilən bəndləri bir-bir təhlil elə. Doğrunun qabağına yanlışı yaz. Gördün ki, məsələn, bu fikir doğrudur. Bura yanlış yazılıb. Deməli, uyğunsuzdur. Çıx qoy. Doğrunun qarşısına doğru, yanlışın qarşısına yanlış yazılıbsa, deməli, bu uyğundur. Üstə gəl qoy. Və ən sonda üstə gəl qoyduqların uyğun fikirlərdir. Çıx qoyduqların uyğunsuzdur. Şərt uyğunsuz desə, çıx qoyduqlarını götürəsən. Uyğunluğu istəsə, üstə gəl qoyduqlarını götürəsən. Yəni, bu qədər bəsitdir əslində bu tipli testləri işləməyin. Bilirsiniz, yəni, bir çox test tipləri olduğuna görə yeni tipli testlər çıxdıqca bu tip sxemlərdə müəyyən qədər problemlər yaşanır. Biz də həftə ərzində bu tipli faydalı testlər paylaşaraq sizlərin imtahana daha yaxşı hazırlaşmağınıza kömək eləməyə çalışırıq. Əgər bizim videolarımızdan faydalanırsınızsa, kanala abunə olub videolarımızı bəyənib paylaşa bilərsiniz. Həftə ərzində bizim nitq hissələrinin başlanğıcından etibarən, yəni ismi paylaşmışıq, sifəti paylaşmışıq. Bu video saydı. Bundan sonraki yeni əsas nitq hissələri, köməkçi nitq hissələri sırayla bütün mövzulara aid videolarımız olacaq. Bizi izləmədə qalın, sağ olun, növbəti izahlarda görüşərik.